İndiki bitmiş zaman present perfect. Bu dersimizdə biz ingilis dilində indiki bitmiş zamanın necə düzəldilməsi və sualda, inkarda işlədilməsilə tanış olacağıq. İndiki bitmiş zaman deməli, ingilis adları present perfect, ona aid bəzi nümunələrə baxaq. Misal üçün, he has cleaned his shoes. Digər bir cümlə, they have gone out. Deməli, birinci cümlə deyilir ki, o ayaqqabılarını təmizlədi, yəni artıq təmizləyib. İkinci cümlə deyir ki, onlar gediblər. İndiki bitmiş zaman keçmişdə baş vermiş, lakin indi ilə əlaqəsi olan hadisə və hərəkətləri bildirmək üçün istifadə olunur. Və baxdığımız nümunələrdə də bu görünür. Yəni, nümunələrdə deyilir ki, o öz ayaqqabılarını artıq təmizləyib və onlar gediblər. Başqa nümunələrə baxaq. I have lost my passport. Mən öz pasportumu itirdim. Deməli, itirmişəm. Deməli, indiki bitmiş zamanı düzəltmək üçün istifadə olunur to have feilinin indiki zaman formasından və əsas feilin keçmiş, bitmiş zaman formasından. Bu keçmiş, bitmiş, feillərin keçmiş, bitmiş zaman formalarını tapmaq üçün lüğətdən istifadə edirik. Yəni, onların düzəldilməsi üçün hansısa bir konkret qayda mövcud deyil. Burada gördüyümüz kimi, deməli, have və lose feilinin, itirmək feilinin keçmiş, bitmiş forması lostdan istifadə elədik ki, alındı I have lost my passport. Başqa nümunəyə baxaq. Where is Linda? Linda haradadır? Where is Linda? Sual verilir və cavabda deyilir ki, she has gone to bed. Burada diqqət eləsək, deməli, she üçüncü şəxsin tək olduğuna görə have çönür həzə və üzərinə gəlirik to go feilinin indi keçmiş bitmiş forması gone olur və ikisi bir yerdə elədi bizə indiki bitmişi present perfect'i oldu. She has gone to bed. Soruşulur ki, haradadır Linda? O gedib yatmağa. We have bought a new car. Demək, bu cümləyə deyilir ki, we have bought a new car. Biz yeni maşını almışıq, aldıq, yəni bir müddət əvvəl almışıq və indi bizim yeni maşınımız var. Söhbət bundan gedir. Yəni, indi bildirmək istəyiriksə ki, biz artıq yeni maşınımız var, onda deməli, keçmiş, bitmişdən istifadə eləmişik burada. Və görür ki, yəni have və üzərinə gəlirik to buy feilinin. To buy feilinin keçmiş, bitmiş zaman forması olub bought. We have bought a new car. Biz yeni maşın aldıq. Deməli, biz təsdiqdə bunun keçmiş, indiki bitmişin istifadə qaydası ilə tanış olduq. İndi isə inkar və sualların necə düzəldilməsini ilə tanış olaq. Biz have-dən sonra əlavə eləməliyik not və bu qayda ilə düzəldirik inkarı. Sualda isə have keçir, deməli, şəxsdən əvvələ. Misal üçün, it's Rachel's birthday tomorrow. I haven't bought her a present. A present. Deməli, burada deyir ki, sabah Rakel'in ad günüdür, mən ona hədiyyə almamışam. Bunu düzəltmək üçün biz istifadə edirik have-dən, üzərinə gəldik not və to buy feilinin keçmiş forması, keçmiş bitmiş forması bought və oldu deməli indiki bitmişin inkarı. I haven't bought a present. Mən ona hədiyyə almamışam. Yəni, hal-hazırda mənim ona vermək hədiyyəm yoxdur. Bu mənanı bildir. Suala baxaq. Asan düzəlir. Sualı düzəltmək üçün sadəcə olaraq have-i keçirdirik şəxsdən əvvələ. Bütün digər sualları düzəldiyini istifadə edilmiş qayda kimi. Bob is on holiday. Oh, where has he gone? Bob məzuniyyətdədir. Oh, where has he gone? Burada demək gördüyümüz kimi biz has-i keçirmişik şəxsdən əvvələ və beləliklə biz sualı yaratmışıq. Digər bir nümunəyə baxaq. Can I take this newspaper? Have you finished with it? Deməli, soruşur ki, mən bu qəzeti götürə bilərəmmi? Sən onu oxuyub qutarmısanmı? Bu sual verir. Yəni, burada have keçir you-dan əvvələ
və finish'in də keçmiş bitmişi finished. Keçmiş bitmiş bir çox hallarda elə keçmiş forma ilə üst-üstə düşür. Have you finished with it? Sən oxuyub qurtarmısan mı?